Bir insan hidayət olduqdan sonra hər şey bitmədi. Gərək hidayətdən sonra möhkəm dayanasan. Gecə gündüz deyəsən, Allah mənim aqibətimi xeyirli elə. Hidayət oldum, böyük neməti mənə bəxş elədin. Amma bu hidayətim ha vaxa qədər gedəcək. Çünki tarix eniş yoxuşlarını bizə göstərir. Elə insanlar Peyğəmbərin ətrafında, Peyğəmbərdən sonra yollarını azıblar ki, o bizim üçün ən böyük dərsdir ki, ehtiyatlı olma. Sən ona qədər Peyğəmbərin yanında olmayıbsan. Onu qədər qulağın Peyğəmbərdən hədis eşitməyib, Peyğəmbərin nur camalını görməyibsən. O bunları görə-görə, məhşərə inana-inana, ayağı sürüşdü, getdi, hara düşdü. Sən də ehtiyatlı ol, mən də ehtiyatlı olum. Həqiqi mənada bugün axırı zamandayıq. Axırı zaman çox çətin devirdi. İnsanlar axırı zamanda imanlarını qoruması. Allah rəhmət eləsin, mərhum Mərəşi Nəcəfi Rizvanullah Teala aleyh böyük alimlərdən, fəqihlərdən idi. Deyirmiş ki, tələbələrinə dərsdə deyirmiş ki, mən hər sübh evdən çıxanda Allahdan bir dua istəyirəm, Allahdan bir hacət istəyirəm. Deyirəm, ey mənim Allah, məni axşam evə dönən zaman müsəlman, mömin və iman əhli kimi evimi qaytar. Dedilər, o sən böyük müştəhid, böyük alim, böyük fəqih, böyük arif, nə cür ola bilər? Sən səhər mömin olasan, axşam zəlalətə düşür. Dedi, vallah, biz axırı zamandayıq. Hər zaman insan bir gün yetişə bilər ki, bir gündə zəlalətə düşə bilər. Məqamı kəsb eləmək çox böyük zaman aparır. Alim olmaq zaman aparır. Böyük əxlaq ustadı olmaq zaman aparır. Kamil insan olmaq zaman aparır. Belə deyir ki, insan bir günə kamilləşə. Çox böyük zaman aparır. Amma onu əldən vermək zaman aparmır. Çox maraqlıdır. Elə bir yığırsan zəhmətdən, bir dənə kibritdən yandırırsan, o bir anda yanır, kül olur. O yanması rahatdır və az zaman çərçivəsindədir. Amma onu toplamaq, toparlamaq çox zaman aparır. Peyğəmbər deyir, çox narahatam o ümmətimə ki, məndən sonra hidayətə gələrlər və hidayətdən sonra gedələr, zəlalətə düşələr. Deyir, bu duanı Ali İmran surəsinin 8-ci ayəsidir və eyni zamanda da duadır. Biz bunu qunutda da oxuyuruq namazda. Deyir, bacardığınız qədər bu duanı çox oxuyun. Bu duanı sifariş ediblər ki, gecə və gündüz oxuyun. Bacardığınız qədər namazlarınızın qunutunda əksər zaman bu duanı oxuyun. Bu dua Quranın ayəsidir. Rabbənə la tuzigh qulubana ba'da iz hadaytana və hab lana min ladunka rahmə innaka entel vahhab. Quranın ayəsidir. Rabbənə, ey mənim Allahım, la tuzigh qulubana ba'da iz hadaytana. Deyir, məni hidayət eləyəndən sonra, məni haqq yola gətirəndən sonra məni zəlalətə salma. Məni sən haqq yola gətiribsən, əlimdən tutubsan. Kömək elə, mən bu yolda qalım və mən zəlalətə düşməyim. Həqiqətən belədir. Heç kimin nə imanı, nə də təqvası nədir? Garantili deyil. O qalıb insanın öz himmətinə, öz mərifətinə, öz imanının kamilləşməsi üçün atdığı addımların dərəcəsinə. Tarixdə çox acı hadisələrdən rastlaşmışıq və bunlar bizi qorxudur. Həqiqi mənada bizi qorxudur. Şimr kim idi? Kərbalada İmam Hüseyin əleyhissalamın başını kəsən şəxs. Elə deyilmi? Suffeyn müharibəsində, Suffeyn müharibəsi Həzrət Əli ilə Muaviyyənin müharibəsi idi. Suffeyn müharibəsində kim iştirak edirdi? Həzrəti Əli, Həzrəti Həsən, Həzrəti Hüseyn. Şimr də orada idi. Maraqlıdır. Şimr Suffeyndə Həzrət Əlinin cərgəsində, dəstəsində idi. Amma bir gün yetişdi, Şimr gəldi,
Kərbəlada İmam Hüseyni yıxdı. Heç kəs cürət eləyə bilmirdi İmam Hüseynin başını bədəndən ayırmağa. Düşdü Qudalda, İmam Hüseyni hərrədi ağzı üstə, başını bədəndən ayırdı. Bu həmən şəxs idi ki, Süffendə Əli əleyhissalamın yanında idi. Amma gör gəldi, hara yetişdi ki, gəldi İmam Hüseynin başını Aşurada kəsdi. Çox əcib qəribdir. Bunlar insanı vallah qorxudur.